Əvvəlki dərslərdə sizlərdən verilən tiplərindən integer, yəni ki, daha qısa desək int, tam ədəd tipindən, bir də float, yəni ki, həqiqi ədəd tiplərindən tanış olduq. Düzdürmü? Bu dərsdə biz sizdən str, yəni string, sətr tipi və siyahılardan tanış olacaq. Bizdə gəlir birinci sətr tipi və yaxud da string tipi deyirlər. Bəzi mənbələrdə string tipində görə bilərsiniz. Yazılanda str-dən yazılır. Bizdə qələmin rəngini dəyişiblər. Str ötürəz açıldı, bağlandı. Yəni ki, misal üçün biz str 5 versək, bizdə alınacaq nə? 5. Sətr tipində 5. Bu bizdə ədəd tipi deyil. Yəni ki, bu 5 artıq bizdə heç bir qiymət ifadə etmir. Sadəcə simvoldur. Aydındırmı? String tipi budur. İndi bunun üzərində əməllərə baxacaq dərsin irəliləyən dəqiqələrində. Bir də onu deyim ki, bizdə siyahı tipi var. Siyahı tipi. Siyahı bizdə mürəkkəb obyektdir. Yəni ki, siyahı biz tam ədəd deyilib bir ədəd nəzərdə tuturuq. Ondan sonra float, yəni ki, həqiqi ədəd deyilib yenə bir ədəd nəzərdə tuturuq. Sətr tipi deyəndə mətn şəklində verilmiş bir verilən nəzərdə tutulur. Lakin o da yenə də bir obyektdir. Bizdə sətr tipi və siyahılar indekslənir. Sonradan biz bunun elementlərlə işləyəndə indekslərdən istifadə eləyəcək. Gəlin baxaq. Bax, bir dənə bizdə sətr verirəm, sətr tipi verirəm, bir dənə də siyahı tipi verəcəm. Deməli, A bərabər olsun bizdə nə? İnformatika. Bu bizdə A sətridir. Bax, indeksləyək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Düzdürmü? Yədək ki, bizdə gəlin siyahıya baxaq. Siyahı ola bilər. Məsələn, B siyahısı bərabərdir. Bu da eyni qayda. 0, 1, 2, 3, 4 şəklində verilə bilər. Yəni ki, bizdə B siyahısının 3 indeksli elementi hansıdır? 15. A siyahısının məsələn 5 indeksli elementi hansıdır? M hərfi. Düzdür. Bayaqlarda dediyim kimi siyahılar mürəkkəb obyektlərdir. Yəni ki, hazırda gördüyümüz nümunədə B siyahısı bizdə tam ədədləri qəbul edir. Düzdürmü? Bizdə eyni tipli siyahılar da ola bilər. Bir də ki, daha müxtəlif elementlərə malik siyahılar da ola bilər. Məsəl üçün, belə bir gəlin siyahı yazaq. Olsun L bərabərdir. Açılır 5 vergül A vergül 7,8 vergül olsun 3, 9, 7, 6. İndi bura baxın. Bizdə L siyahısının 0-cı elementi 5'dir. Birinci, yəni indeksdən gedikdə 0 indeksli elementi 5, 1 indeksli elementi A, 2 bizdə 7,8'dir, 3 bizdə həmin bu verilmiş siyahıdır, 4 də bizdə B'dir. İndi fikir verin, bizdə necə oldu? Gördünüz, 0-cı element, yəni ki 0 indeksli elementi nə oldu? Tam ədəd. 1 indeksli elementi nə oldu? String, sətr tipindədir. 2 indeksli elementi bizdə həqiqi ədəddir. 3 indeksli elementi bizdə ümumiyyətlə siyahıdır. Yəni siyahının içində siyahı da ola bilər. 4 indeksli elementi yenə də bizdə sətrdir. Yəni müxtəlif, hər bir elementi müxtəlif tipdədir. Aydındır. Yəni belə deyək ki, buna görə də deyirik ki, siyahılar mürəkkəb obyektlərdir. Aydındır bu. İndi gəlin biz sizdən siyahılar və sətirlər üzərində əməllərə baxaq. Bizim belə bir sətrimiz var. Gəlin baxaq ki, bu sətirdən biz nələr edə bilərik.
Birinci gəlir bizdə upper əmri gəlir. Yazırıq print A sətrində bizdə A nöqtə bizdə bu əmrlər metod kimi yazılır. Metod həmişə obyektə bitişik şəkildə yazılır. Obyektə aid olur. Bu şəkildə. Baxaq. Gördünüz? Upper əmri bizdə hər bir hərfi böyükdən yazdı. Sonra baxaq. Bizdə məsələn lower var. Print A lower. Yoxlayaq. Nöqtə qoymadıq. Burada nöqtənin əvəzinə biz başqa simvol qoyduq. Aha. Gördünüz? Hər bir hərfi bizdə kiçik hərfdən oldu. Və yaxud da yaza bilərik ki print A nöqtə capitalize. Baxaq. Bizdə capitalize sətr tipinin yalnız birinci simvolunu böyükdən yazır. Biz xatırladığımız kimi ilk bizdə hər bir simvolu, hər sözün baş simvolu, birinci simvolu böyük hərfdən idi. İndi təkcə sətrin birinci simvolu böyük hərfdən verildi. Aydındır bu sözlərin mənası. Upper, lower, bir də capitalize. Sonra bizdə nə var? Bizdə count əmri var. Count əmri. Count nədir? Count saymaqdır. Yazırıq print A nöqtə count E. Yəni bu o deməkdir ki A sətrində E alt sətrini axtar. Yəni E olmasın, orada başqa bir şeylər də yaza bilərsiniz. Nə istəsəniz, bir hərf, iki hərf, söz belə yaza bilərsiniz. Mən sadəcə burada baxıram ki, ən çox təkrarlanan bizdə E hərfidir. Ona görə də E hərfini yazdım. Yəni qısası bu şəkil o deməkdir, bu yazılış o deməkdir ki, A sətrində E alt sətrini axtar. 4. Gördünüz, bizdə 4 hərf var. E hərfi 4 hərf çıxartdı. Yaxşı. İndi biz nə qara bilərik? Bizdə replace var. Replace nə idi? Əvəz eləmək. Düzdürmü? Replace-dən biz gəlin baxaq. Misal üçün computer science bizdə əvəzinə gəlin informatika qoyaq. Replace A replace bizdə replace 2 veriləndən işləyir. İlk olaraq biz yazırıq nəyi? Nəyi dəyişmək istəyirsə onu. Yazaq. Computer science-ı biz dəyişəcəyik nə ilə? İnformatika ilə. Okey, baxaq. Gördünüz? I love informatika. Yəni ki, bizdə buradakı A sətrində computer science alt sətrini nə ilə əvəzlədi? İnformatika ilə əvəzlədi. Sonra bizdə find var. Find nədir? Tapaq. Find. Yenə də E yazaq. A find E həmin yazılmış alt sətrin, yəni bizə alt sətr E-dir. Rast gəlinən ilk indeksini çıxardı. Yəni ilk rast gəlinən alt sətrin indeksini çıxardı. Bizdə E hərfi baxsaq çoxdur da sətrimizdə, düzdür? Bizdə hansını çıxardacaq? Love sözündə olanı. Onun da indeksi neçə olacaq? 5. Sıfırdan başlayır. 1 yox, sıfırdan başlayır. 5. Çünki bizdə burada ay sıfırıncıdır, boşluq birinci, L 2, 3, 4 və 5. E-yə gəldi bizdə nə düşdü? 5. Aydındır bu? Yaxşı. Gəlin belə baxaq. Künc mötərəzələrdən. Künc mötərəzələrdən biz nə yaza bilərik? Yaza bilərik ki, məsəl üçün 5-ci. A-nın 5 indeksli elementini, yəni 5 indeksli elementi hansınsa onu çıxartsın. Bizdə nə çıxardacaq?
Bayaqdan bilirdik ki 5 bizdə edir. Aydındır? Və yaxud da istəyirik ki, bizdə konkret hansısa bir diapazonda olanları çıxartsın da. Düzdürmü? Yazırıq. Məsələn, love sözünü çıxartmaq üçün love sözünün ilk hərfi l bizdə neçə ilə başlayır? 2 ilə. 2 qoşa nöqtə 2 ilə başlayır. Sıfırdan sayılır axı. İndeks sıfırdan sayılır. E də bizdə 5'dir. Amma 5 yazsaq bizdə, məsələn, 5 yazsaq bizdə nə verəcək? Love təkcə. Yəni 5'i vermir. Ona görə də biz nə yazırıq? 6. Love. Gördünüz? Yəni ki, bu deməkdir ki, A-nın 2-dən 6'ya qədər olan elementlərini. Aydındır? Və yaxud da mən 2'ni silsəm, yoxdursa, bu deməkdir ki, əvvəldən 6'ya qədər olan elementləri. I love. Və yaxud da mən burada yazıram ki, nə? 7'dən axıra qədər olan elementləri. 7'dən axıra qədər olan elementləri. Computer science. Aydındır mı? Yəni axırda da bizdə boş qalırsa, əvvəli boşdursa əvvəldən hansısa bir indeksə qədər və yaxud da axırı boşdursa, məsələn 7 indeksli elementdən nə deməkdir? Axıra qədər biz götürürük. Aydındır bu? Başa düşdük bunu? Yaxşı. İndi gəlin biz siyahlara baxaq. Siyahlara. Yazırıq. A bərabərdir. Siyahlar bizdə künc mötərizənin içində yazılır. Gəlin elə adlarımızı götürək. İlkin. Bizdə belə bir siyahı var. Adlardan ibarət siyahıdır. Düzdürmü? Siyahılarda biz hansı elementləri yerinə yetirə bilərik? Məsələn, biz siyahının uzunluğunu tapa bilərik. Siyahının uzunluğu print len ayna. Len A bizdə nə arayacaq? Yer yamışı bu sətirdən də işləyir halli. Siyahı ilə də işləyir, sətirdən də işləyir. Aydındır mı? Bizdə nə verirdi? 4. Yəni ki, bizdə siyahının 4 elementi var. Aydındır? Yaxşı. Ondan sonra print biz ayrı nə verə bilərik? Lenindən başqa. Məsəl üçün, bayaqları yazdığım kimi A 2. Bizdə nə verəcək? Nəzrin. Çünki bizdə baxaq, 0-cı element ilkindir, 1-ci element ayseldir, 2-ci element nəzrindir, 3-cü element nədir? Fəriddir. İndi biz bu siyahıya element əlavə eləmək istəyirik. Element əlavə eləmək istəyirik. Nətər yazacaq? Gəlin bundan yeni siyahı yaradaq və yaxud da sadəcə eləcə yeni siyahı yaratmayaq. A nöqtə apply to end sözlərinin qısaldılmış olan appenddən nə yazacaq? Məsəl üçün olsun Onur. Print A. Aha, gördünüz? Artıq bizdə həmin siyahımıza Onur əlavə elədi. Yadda saxlayın. Apply to end bizdə sona əlavə eləyir. Aydındırmı? Bəs istədiyimiz yerə, məsəl üçün ki, 3-cü indeksə, indeksi 3 olan elementə biz başqa nəsə əlavə eləmək istəsək, nə başqa bir verilən əlavə eləmək istəsək, hansı əmrdən istifadə edəcək? Bilən var? Insert. A nöqtə insert. Insert da daxil etməkdə, düzdürmü? Artıq bu bizdə 2 arqumenti qəbul edir. Yazaq məsəl üçün 1 Nurlan. Yəni bir indeksinə Nurlan. Bizdə siyahı necə olacaq? Artıq olacaq İlkin, Nurlan, 1 nömrəli artıq bizdə Nurlan oldu. Düzdür? 0 İlkin, Nurlan, Aysel, Nəzrin, Fərid, Onur. Düzdürmü? Yaxşı. Bunları bildik. İndi gəlin biz siyahıya element əlavə eləməyi bildik. Siyahıdan element silməyə baxaq. Bizdə bunlar verilibdir. Del yazıram. Del bizdə
nədir? Del bizdə indeksdən işləyir. Del bizdə indeksdən işləyir. A indeks 1. Print A versən bizdə bir indeksli elementi silinmiş siyahını qaytaracaq. Gördünüz? Bir indeksdə bizdə hansı idi? Aysel idi da. İlkin, Nəzrin, Fərid. Aysel artıq bizdə yoxdur siyahıda. Və yaxud da remove-a baxaq. Deldən əlavə bizdə remove da var. Remove amma deldən fərqli olaraq metoddur. Deməli olacaq A nöqtə remove olsun Fərid. Print A. Gördünüz? Bizdə artıq del indeksdən silirdi. Hansısa indeks elementi silirdi. Fərid bizdə, amma remove-dan biz Fərid verdik. Artıq indeksdən yox, birbaşa elementdən işlədik. Aydındır mı? İndi isə gəlin siyahının sıralanmasına baxaq. Sort əmrindən, sort metodundan daha doğrusu sıralanır. Düşdük aşağı. Print A versək. Print caps lock basıldı. Print A artıq bizdə əlifba sırasıyla sıralanmış oldu. Aydındır? Bəs sortun əvəzən məsələsi mən burada reverse yazsam. Reverse nədir? Çevirmək, tərsinə çevirmək. Bizdə siyahını tərsinə çevirdi. Bizdə nə idi? İlkin Aysel, Nəzrin, Fərid idi, düzdür? İndi bizdə tərsinə çevirdi. Fərid, Nəzrin, Aysel, İlkin. Aydındır bu da? Yaxşı. İndi gəlin biz burada belə bir şey eləyək. Siyahımızda adca dəyişiklik eləyək. Bura məsəl üçün biz iki dənə də adlar artıraq. Olsun bir də Aysel bəsdir. İndi baxaq. A.count bizdə nə deməkdir bu? Yəni A siyahısında Aysel alt siyahısının və yaxud da Aysel elementinin sayını çapa verir. 2. Biz bilirdik ki Aysel bizdə içində nədir? 2 dənədir. Yaxşı. Və yaxud da bizdə 2 dənə Aysel var, düzdür? Biz indeks əmrindən istifadə edək. İndeks. Bizdə bu nə deməkdir? Yəni A siyahısında Aysel elementinin indeksini qaytarır. Amma bizdə məsələ budur ki, bizdə 2 dənə Aysel var, düzdür? İlk rast gəlinən elementin. Yəni ki, bizdə 2 dənə Aysel var. Biri birinci indeksdədir. Biri neçənci indeksdədir? 4-cü indeksdə. Düzdürmü? Bizdə nə vardı? İlk rast gəlinəni qaytardı. Aydındır? Və yaxud da bayaqki kimi biz indeksləri yazımda da verirdi də çapa, düzdür? Məsəl üçün, mən yazsam ki 2. Nəyi çapa verəcək? Nəzrin. İndeks. Nəzrindir. Yaxşı. Bəs mən -1 yazsam. Yadda saxlayın. -1 sonuncudur. Aydındır? Aysel. Sonuncu Ayseldir da bizdə. -1 Ayseldir. Yaxşı. -2 yazsam. İlkin niyə? -2 bizdə Fəriddir. Sonuncu, -1 sonuncu idisə, -2 də sonuncudan qabaqçıdır. Düzdürmü? Yaxşı. Baxaq, bizdə nə qaldı? Dedik, join qaldı. Məsəl üçün. İndi biz siyahımızdan sətr yaradacaq. Gəlin baxaq. B bərabərdir. B bərabərdir. Deməli, dırnaqda nə qoyaq biz? Nöqtə vergül boşluq.
nöqtə join A. Print B versək. Bu o deməkdir ki, A siyahısının elementlərini birləşdir. Arasında da nə qoy? Nöqtə vergül boşluq. Düzdürmü? Gördünüz? Nöqtə vergül boşluqdan birləşdirdi. Artıq bu siyahı deyil. Məsələn, burada nöqtə vergül boşluğun əvəzinə biz başqa bir şey də yaza bilərdik də. Məsələn, gəlin yazaq, ulduz yazaq. Bizdə birləşdirib aralarında ulduz qoyacaq. Gördünüz? Bizdə bu join əmri yadda saxlayın. Siyahını nəyə çevirir? Sətrə çevirir. Bir şərtdən ki, bizdə siyahıda verilmiş elementlər nə olsun? Sətr tipində olsun. Aydındırmı? Və yaxud da gəlin belə bir şey eləyək. Üç dırnaq bizə nə qarırdı? Yəni artıq bu hissə bizdə işləməyəcək. Düzdürmü? Yazırıq. A bərabərdir 3, 5, 9, 6, 4, 2. Burada şeylər yazmır. Nə qardım mən? Mən də navlıq bağlıymış. Mən də deyirəm, niyə yazmadım? Olsun. 2, virgül 4, virgül 3, 6, 7, 4 və s. Düzdürmü? İndi baxaq. Yazıram. Print sum A. Nə arayacaq suma sizcə? Ay sağ. Bizdə həmin siyahıdakı elementlərin cəmini. Bu da ancaq o halda işləyir ki, bizdə siyahın elementləri ədəd olsun. Fərqi yoxdur. Tam ədəd olsun, həqiqi ədəd olsun, fərqi yoxdur. Yalnızca ədəd olsun. Aydındır. Mənfi ədəd, müsbət ədəd. Ədəd olsa kifayət edir. Yəni ki, yuxarıdakı A siyahısından bu işləməyir. İndi hazırda yaşıl rəngdən görsənən A siyahısı var. O siyahı ilə bu əmr işləməyəcək. Aydındırmı? Yaxşı. İndi gəlin belə bir şeyə baxaq. Okey. Bunları qoyduq qıra. Bunlar hələ ki burada dursun. Bunlar bizə hazırda yazımıza dəxli yoxdur. İndi gəlin biz sizdən bir dənə sətr yaradaq. A bərabərdir. Tutaq ki, bizdə adlar siyahısında yuxarıda verildiyi kimi. Olsun ilkin deməli, biz sizdən tanış olduq join əmrindən. Düzdürmü? Join əmri bizdə siyahını sətrə çevirirdi. İndi tam əksinə, eyni qayda ilə sətri siyahıya çevirən split əmrinə baxacaq. Bizdə belə bir siyahı verilir. Düzdür? Siyahı nədir? Sətr verilir. İndi biz bunu siyahıya çevirək. B bərabərdir. A nöqtə split. İndi splitin içində biz nə yazacaq? Splitin içində tutaq ki, biz vergül yaza bilərik ki, vergüldən ayırsın bizdə. Hər bir vergüldən elementlərə bölərək ayırsın. Düzdürmü? Vergül. İndi print B versək, bizdə nə çıxacaq? İndi məsələ buradadır. Fikir verin. Burada Aysel, Fərid, Aytac, bir dənə ilkindən başqa digər sözlərin qabağında nə var? Boşluq var. Düzdürmü? Məsələ ondadır ki, bizdə boşluq da simvol kimi götürür. Onun üçün də biz vergül yox, vergül boşluqdan ayırsaq daha düzgün olur. Bu zaman bizdə nə oldu? Aysel, Fərid, Aytac kimi görsəndi. Bunun köməyi ilə, deməli biz split əmrinin köməyi ilə sətirdən siyahı yaradırıq. Sadəcə veririk ki, nədən böl. Aydındırmı? Bizdə məsələn sözlər arasında vergül boşluq var idi, düzdür? Biz vergül boşluqdan böldük, belə bir siyahı yarandı. Ya da ki bizdə list əmrinin köməyi ilə də siyahı yaratmaq olur. List əmrinin köməyi ilə. Bunları silək. Yazırıq list A. B bərabərdir list A. İndi sizcə bizdə nə olacaq? Hər bir simvolu list verirlərsə, hər bir simvolu ayrıca siyahı elementi kimi götürəcək. Gördünüz? Hər bir simvolu. I, L, K, I, N,
N'dan sonra bizdə nə gəldi? Boşluq. Sonra nə gəldi? Vergül və s. Aydındırmı? Hər bir simvolu ayrıcana bizdə nə kimi götürdü? Element kimi götürdü. Yaxşı. Aydındır bura qədər. İndi gəlin sadəcə belə bir şey deyək. Print A1 vuraq 3. A1 vuraq 3. Bizə nə verəcək? A'nın birinci elementi nədir? I hərfidir də, düzdür? Və yaxud da A1 vuraq 3 yox, ümumiyyətlə yazacaq A vuraq 3. Bizdə A sətrini 3'ə vuracaq. A sətrini 3'ə vuranda nə eləyir? Sadəcə həmin sətr eləyir, sadəcə 3 dəfə təkrarlanmış. Görürsünüz, burada aiddiyyatçıdan ilkin sözü bitişik alındı. Yadda saxlayın. Bizdə deməli sətri ədədə vuranda sadəcə sətri təkrarlayır. Aydındırmı? Bax, bir də yoxlayaq. Bax, daha sadəsindən yoxlayaq. Bax, Aysel vuraq 3, bizdə Aysel verdi. Və yaxud da deməli, burada yazırıq. Dörd olsun. Burada da yazırıq. B bərabərdir 3. A üstə gələk B. A üstə gələk bizdə nə verəcək? Ədəd deyil, sətr. Ədəd olsa 7-dir. Bizdə 43 verdi. Buna konkatenasiya deyirlər. Aydındırmı? Biz sətirləri toplayanda sadəcə sətirləri yanaşı yazır. Aydındır? Bitişik yanaşı yazır. Buna nə dedilər? Konkatenasiya. Aydındır?